Bəzən uşaqlar doğulur və ana görür ki, uşaq oturmaqda gecikir və yaxud da ki, ayağa qalxmaqda, yeriməkdə çətinlik çəkir. Eyni zamanda da nitq ləngiməsi ola bilər. Bunun səbəbi çox vaxt uşaq serebral iflicidir. Yəni ana bətnində və yaxud da ki, doğuş zamanı beynin zədələnməsi nəticəsində ortaya çıxır və bu uşaqlarda hərəkətlərdə çətinlik, nitq ləngiməsi, gündəlik işləri icra etməkdə çətinlik ola bilər. Lakin panikaya düşmək lazım deyil. Zamanında qoyulan diaqnoz və zamanında başlanılan reabilitasiya, loqopedik terapiya, psixoterapiya və lazım olarsa konservativ, yəni dərman müalicəsi uşağın həyatında möcüzələr yarada bilər. Və bu uşaqlar zamanında reabilitasiyaya başladıkları zaman yaşıdları ilə məktəbə gedə bilərlər, sosial həyata uyğunlaşa bilərlər. Burada məsuliyyət sizin üstünüzə düşür, əziz valideynlər. Əgər belə bir hal görürsünüzsə, böyüyəndə keçər deməyin. Diqqətli olun və mütəxəssisə müraciət edin. Çünki övladlarımızın gələcəyi bizim diqqətimizdən asılıdır.